Yaxın Şərqdə artan gərginlik təkcə regionu deyil, Avropanın siyasi və iqtisadi sabitliyini də təsir altına ala bilər. Bu səbəbdən məsələ Avropa İttifaqının gündəmində əsas mövzulardan biri olacaq. Politoloq Elşad Mirbəşiroğlu bunu Today Press TV-yə danışarkən bildirib. Analitik Avropa Şurasının prezidenti Antonio Costanın martın 19-da Avropa İttifaqının dövlət və hökumət başçıları ilə planlaşdırılan görüşündə əsas müzakirə mövzularından birinin Yaxın Şərqdəki vəziyyət olacağını vurğulayıb. Onun sözlərinə görə Yaxın Şərqdə cərəyan edən proseslərin Avropaya siyasi və iqtisadi baxımdan yarada biləcəyi fəsadlar ətrafında fikir mübadiləsi aparılması gözlənilir. Stat: Avropanın atacağı mümkün addımların da bu görüşdə müzakirə olunacağı ehtimal edilir. Çünki Yaxın Şərqdə silahlı qarşıdurma daha da eskalasiya edərsə, bu vəziyyət miqrasiya probleminin yenidən gündəmə gəlməsinə səbəb ola bilər və buna görə preventiv addımların nəzərdən keçirilməsi mümkündür, deyə o izah edib. Siyasi şərhçi qeyd edib ki, Avropa İttifaqının enerji bazarı Fars körfəzi ölkələrinin enerji daşıyıcılarından əhəmiyyətli dərəcədə asılıdır və dünya enerji bazarında yaranan qeyri-müəyyənliklər getdikcə daha ciddi narahatlıq yaradır. Onun fikrincə, enerji daşıyıcılarının qiymətlərinin artması birbaşa Avropa iqtisadiyyatına mənfi təsir göstərir və bu səbəbdən ittifaqa üzv ölkələr hadisələrin mümkün inkişaf ssenarilərinə uyğun hazırlıq tədbirlərini müzakirə etmək niyyətində ola bilərlər. Politoloq hesab edir ki, Antonio Costa görüş zamanı məhz bu məsələlər ətrafında müzakirələr aparacaq. O, eyni zamanda Avropa üçün əsas istiqamətlərdən birinin də Ukrayna məsələsi olduğunu qeyd edib. Elşad Mirbəşiroğlu əlavə edib ki, digər mühüm məsələlərdən biri də Qəzza və İordan çayının sağ sahilindəki vəziyyətlə bağlıdır. Avropa İttifaqı həmin istiqamətdə də öz mövqeyini və gələcəkdə atmalı olacağı addımları müzakirə edə bilər. Həmçinin mümkün tədbirlər planı üzərində düşünə bilər. Siyasi analitik sonda bildirib ki, Yaxın Şərqdə baş verən proseslər nəzarətdən çıxa bilər. Belə olarsa, bunun mənfi nəticələrini Avropada hiss edə bilər. Onun fikrincə, məhz buna görə indidən preventiv addımlar haqqında düşünmək məntiqlidir və martın 19-da keçiriləcək görüşdə əsas müzakirələr də böyük ehtimalla bu məsələlər ətrafında aparılacaq.